Güvən sınaq imtahanı salmış, suallarını izah ilə davam edirəm. Bizdən burada x kubu çıx y kubunu soruşurlar. Gəlin x kubu çıx y kubu ifadəsini burada açaq, açılışını yazaq. Müxtəsər vurma düsturunu tətbiq eləyəcəm. X çıx y, x kvadrat üstə gəl x vur y, bir də üstə gəl y-in kvadratı. Və burada əlimizdə nə varsa aparaq yerinə qoyaq. Görək nə çatmır. X üstə gəl y-in yerinə bax 3 qoyacağım. Bu ifadənin qiyməti 3-dür. 3 vurulsun. X kvadrat üstə gəl y kvadrat ifadəsi yoxdur əlimizdə. X y-in də yerinə 2 qoyacağım. Çünki burada şərtlərə diqqət eləsək, verilənləri aparıb yerinə qoymaq lazımdır. İndi x kvadrat üstə gəl y kvadratını tapmaq üçün biz köməkçi müxtəsər vurma düsturunu yadımıza salırıq. X çıx y-in kvadratı üstə gəl 2x y idi. Aparaq indi yerinə qoyaq. 3-ün kvadratı üstə gəl 2 vur 2. 9, o da 4, 13. Və aparıb burada yerinə qoysaq 13'ü 13 üstə gəl 2 olacaq. 15, 15'i də 3'ə vurarıq 45. Düzgün cavab 45, yəni B variantı olacaq.